GT Online Azərbaycan kanalından hər kəs salamlar. Bu videomuzda hər hansı heist missiya etmədən necə GTA 5-də pul qazana bilərik, bunu sizə göstərəcəm. Olduqca asan və pratik yöntəmi var. Bir də öyrənsəz artıq yadınızda qalacaq. Bunun üçün bizə bir proqram lazımdır. Hansı ki bu proqrama erişim edə bilməyiniz üçün sizə açıqlama və yorum qismində link paylaşacağım. Discord linkimizi paylaşacağım. Həmin bu Discord linkimizdə bu GTA 5 proqramını sizinlə paylaşa bilərik. Bu Discord linki onsuz da GTA Online Azərbaycan icma qrupuna aiddir. Burada bilet oluşturun göstərdiyim kanaldan. Bu biletdən bu proqramı istədiyinizi bildirin. Mən də sizinlə bu proqramın linkini Google Drive-a yükləyib sizə yönləndirim və siz də istifadə edin. İndi keçək əsas məsələyə. Deməli bu proqramı yönetici olaraq başladırıq və ekranın sağ tərəfinə alırıq. Sonra online'dan invite on decision'a daxil oluruq. Sadəcə invite'a daxil olun, public server'a daxil olmayın. İlk öncə bizim etməli olduğumuz şey bir ev satın almaq olacaq. Bunun üçün artıq sizdə nə qədər pul varsa, mən tövsiyə edərdim ki, ən bahalı olan 1 milyonluqları alın. Amma o qədər pulunuz yoxdursa da problem yoxdur. Bunu artıq göstərəcəyim taktika ilə get-gedə artıra bilərsiniz. Sizə evi hardan ala bilərsiniz, onu göstərdim. Hələ bu proqramı işlətməyək. Videonu sizin üçün biraz sürətləndirmişəm. Gördüyünüz bu evi, məsələn, alaq, 1 milyonluğu alaq. Və burada boş birinə daxil eləyin. Mən 0 dollarlıq olana daxil edirəm. Və bu ev artıq bizim bakiyemizdən pul azalaraq almış olduq. İndi təzədən story moda daxil olduq. Story moda da alt düyməsinə basılı saxlayıb orada karakter seçib daha sürətli bir şəkildə daxil ola bilərsiniz. Bunu dəfələrlə təkrarlamanız lazımdır. İndi təzədən eyni üsulla invite on decision'a daxil oluruq. Gəldik, artıq açıq dünyadayıq. Gördüyünüz kimi Toggle Communication düyməsinə bastım və bağladım proqramın serverla əlaqəsini. İndi boş bir ev aldım və bunlardan birinə basacağım. Gördüyünüz kimi artıq evi satmış oluruq. Daha ucuz evi daha baha evə satırıq bu yöntəmlə. Baxın, bu halda daha sürətli video gedir. Videonu 2x almışam. Gördüyünüz kimi satırıq bir-bir. Ucuz evləri baha evlərlə satırıq. Ancaq bu sistemə qeyd olunmayacaq. Çünki serverla əlaqəni proqram vasitəsilə kəsmişik. Yəni bizdən heç bir şey azalmayacaq. Bunu etdikdən sonra story moda təzədən daxil oluruq. Sağ yuxarıdan ən son gördüyünüz kimi pulumuz artıq gəldi, evlərin pulu. İndi təzədən invite on decision'a daxil olacağıq. Bəli, oyunumuz açıldı. Baxın, burası çox vacibdir. Sol altda saving failed xətası verdi. Əgər bu xəta gəlirsə, təzədən story moda qayıdın. Təzədən eyni üsulla invite onlayacağıq. O saving failed xətası gəlirsə, o etdiyimizi təzədən etmirik. Gözləyirik. Yəni bir part keçirik. Təzədən invite on decision'a giririk. Bu dəfə yazı gəlməyəcək. Burası çox vacibdir. Bəli, oyunumuz açıldı. Aha, indi eləyə bilərik, hər hansı bir xəta yoxdur. Təzədən eyni üsul ilə giririk. Evlərimizi burada ucuzları bahaya satırıq. Baxın, bayaq satmışdıq, evlərimizin hamısı orada durur. Niyə? Serverla bağlantını kəsmişdik çünki. Hal-hazırda olduğu kimi yeni kəsdik. Təzədən satırıq. Pul balansımıza oturur, amma biz hər hansı bir şey itirmirik. Bunun üçün də bu proqram vacibdir. Bu proqramı da yenə videonun başında dediyim kimi Discord serverimize qatılıb, ancaq Discord serverimize qatılıb oradan ala bilərsiniz, əldə edə bilərsiniz. Bəli, artıq pulumuz yenə bakiyədədir. Baxın, 8 milyon pulumuz oldu. Sonlandıranda da artıq işimiz bitəndə də nə edəcək onu da sizə deyim. Başda etdiyimiz kimi, əgər saving failed xətası gəlirsə, bir part keçirik. Artıq xəta vermədikdən sonra oyunu Alt F4 proqramı da X düyməsi ilə bağlayırıq. Bitdi bu qədər. Hə, bir də ən vacibi, burada durduğunuz nöqtəni bilməyiniz lazımdır. Çünki hansı bu cheat deyil, bu sadəcə bug eləyən bir proqramdır, amma cheatlər üçün də bunlar keçərlidir. Pulu abartmayın.
maksimum 15 milyonda saxlayın. Əgər saxlamasanız hesabınız ban yemə riskinə sahibdir. Yəni ban yeyəcək böyük ehtimal. Ona görə yəni abartmayın. Topladığınız pulu abartmayın. Duracağınız nöqtəni bilin ən azından. Mən 15 milyon deyirəm sizə. 15 milyona qədər safe'dir mənim üçün. Biz amma bu dəfə 10 milyonda saxladıq. Çünki bir gün əvvəl, bəlkə 24 saat keçməyib, mən etmişdim yenə. Belə dostlar, bu qədər bəsit. Videonu izlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın. Salamat qalın. Kanala abunə olub videonu bəyənməyi, yorum qismində fikirlərinizi bildirməyi unutmayın. Hələlik.